Salam əziz şagirdlər, Azərbaycan tarixi 8-ci sinif 14-cü mövzu Əfşar imperiyasının süqutu mövzusunun birinci hissəsi. Üsyanların səbəbləri. Aparılan fasiləsiz müharibələr ölkənin iqtisadi vəziyyətinə, yəni Əfşar imperiyasının iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Bəzi hakimlərin özbaşınalığının əhalinin vəziyyətinin daha da ağırlaşdırılması üsyanların səbəblərindən idi. Şəki üsyanı 1741-ci ildə Şəkililər Nadir Şaha ərizə yazıb yerli hakim Məlik Nəcəfin özbaşınalığından, vergilərin artırılmasından şikayətlənmişdilər. Məlik Nəcəfi Şah Şəki hakimi Məlik təyin etmişdi. Nadir Şah əhalini sakitləşdirmək üçün Şəkidə böyük nüfuzu olan Hacı Çələbini mahal üzrə vəkil təyin etməyə məcbur olur. Çünki Hacı Çələbi və əhali Nadirə Məlik Nəcəfdən çoxlu şikayətlər yazırdılar. Hacı Çələbi Məlik Nəcəfin əməllərinin qarşısını almağa çalışır. Əvəzində Məlik Nəcəf Hacı Çələbidən şaha şikayət edir. Qəzəblənmiş Nadir Şah onların ikisini, yəni Hacı Çələbi və Məlik Nəcəfi də Dərbənd yaxınlığındakı düşərgəsinə öz hüzuruna çağırır və Hacı Çələbinin açılmasını əmr edir. Hacı Çələbi isə cəsarətlə Məlik Nəcəfin şahın təyin etdiyi vergiləri öz başına artırdığını, bu yolla öz cibini doldurduğunu və xalqı şahdan narazı saldığını bildirdi. Şah, Nadir Şah Hacı Çələbinin sözlərinə inanıb onu bağışlayır və hətta vəkillik səlahiyyətlərini də artırır. Hacı Çələbi Dərbənddən Şəkiyə qayıtdıqdan sonra Məlik Nəcəfi daha çox sıxışdırmağa başladı. Məlik Nəcəf yenə Hacı Çələbidən şaha şikayət etdi. Nadir Şah Hacı Çələbini hüzuruna çağırır. Bu dəfə edamdan yaxı qurtarmayacağını yaxşı dərk edən Hacı Çələbi şahın hüzuruna getməkdən imtina edir. 1743-cü ildə Çələbi tərəfdarlarını toplayıb Məlik Nəcəfi öldürür və özünü xan elan edərək Şəki vilayətində hakimiyyəti ələ alır. Dərbənd, Car, Qarabağ, İrəvan bölgələrində və dövlətin cənub ərazilərində də çıxışlar davam etdiyinə görə Nadir Şah qoşunu parçalayıb Şəkiyə göndərmək imkanı əldə edə bilmədi. Hacı Çələbi Şəki əhalisini gələsən görəsən qalasına köçürüb oraya azuqə və sursat ehtiyatı topladı. Yalnız 1746-cı ildə ərzaq çatışmazlığı nəticəsində qalada yaranmış ağır vəziyyətlə əlaqədar Hacı Çələbi Nadir Şahın hakimiyyətini tanıdığını bildirdi. Nadir Şah da güzəştə gedərək və Hacı Çələbini yenidən Şəkiyə vəkil təyin etdi.